Oktay ilə Səmədin söhbətindən aydın olur ki, böyük aktyor xalqın xidmətini hər şeydən uca tutan, onu milli teatr yaratmaq məqsədindən uzaqlaşdırmaq mümkün deyil. Deməli, Oktay ilə Səmədin söhbətindən görürük ki, bu hissədə artıq Oktayın anası bir ildir ki, ölüb, Səmədin dilindən öyrənirik. Oktayın anası bir ildir ki, ölüb. Nə? Asından ölüb. Xəstə idi də. Oktayın anası bir ildir ki, ölüb, bacısına kim baxır? Bacısına Oktay gətirib, bəli, Oktay gətirib, bəli, səhnədə baxır. Səhnədə baxır. Firəngizin deyir, bu hissədə Firəngizin məhəbbəti Oktayı, bu hissədə Firəngiz məhəbbətini Oktaya etiraf eləyir. Oktay onu gözləyən məhrumiyyətlərdən, yoxsulluqlardan dönə-dönə danışır. Firəngizə deyir ki, mən səni deyir, öyrəşdiyin, alışdığın həyatı yaşada bilməyəcəm. Yəni ki, mən kasbam deyir, mən bir yerdə olsam, bundan sonraki həyatında kasbçılıq, püskünlər səni gözləyir. Yəni, o da deyir ki, mən sənə hər şey razıyam. Bəli, hər şey razıyam. İkisi də birlərin sevgisini etiraf edirlər, karqaz olur. Bəli, necə? Bu ikinci hissədə, indi oxuyacaq, üçüncü hissədə olacaq. Deməli, burada qayıdır deyir ki, bir saniyə. İkinci hissənin qısa məzmununda aktyorlar haqqında rəy hadisələrdən bir il keçdiyi görünür. Səhnə yavaş-yavaş müəyyən qədər inkişaf eləyib. Səhnə Oktayın sayəsində inkişaf eləyib. Burada Şakinskini pis deyirlər. Həm rolunu çıxış eləyə bilmir, həm də müəyyən hərəkətləri düzgün eləyə bilmir. Səmədlə Oktayın söhbətindən görürük ki, Oktayın anası bir il rəhmətə gedib, bacısına səhnədə baxır. Firəngizlə Oktay bir-birlərinə eşqini etiraf eləyirlər. Birinci Firəngiz deyir, Oktay ona qayıdır deyir ki, sənin mənə olan sevgin, yəni mən deyiləm də, yəni bir aktyora Schillerin deyir idealını, Şəmsəddinin Daminin Pərvizini deyir, sən deyir sevirsən də, məni yox, o da qayda deyir ki, yox da mən səni sevirəm, mən səndən hər bir çətinliyə razı olaram. Oktay da buna artıq sevgisini etiraf eləyir və onlar bir-birlərinə ürəklərini açırlar. Sonra Firəngiz ona deyir ki, bəs sən mənə bu bıçaq səhnəsini, tamaşada səhnədə bir yer var, bıçaq səhnəsini öyrət, süni ölüm səhnəsini, yəni ki, o Firəngizin əslində kimin ölümü idi, hansı əsəri idi onların oynadıqları? Karlın kimi öldürməsi idi? Karlın. Nadiyanın dilindən var, bəli. Deyir ki, Firəngiz ona deyir ki, mənə deyir son səhnəni, bıçaqla öldürülən səhnəni öyrət. Mən deyir, bir dənə o səhnəni bilmirəm. Oktay da ona söz verir ki, mən o səhnəni sənə öyrədəcəm. İkinci hissədə də Oktay bıçaqla öldürmə səhnəsini Firəngizə öyrədir. Firəngiz deyir, mən deyir, aktyor olmaq istəyirəm. Ancaq Oktay Firəngizin necə deyim, aktyor olmasına razı ola bilmir. Deyir ki, aktyorlara deyir, söyüşlər olur, aktyorları danlaq eləyirlər, məzəmmət eləyirlər. Sən deyir, çox deyir, zərif incəsən, bu töhmətlərə alışa bilməzsən də, yəni bunlar sənin qəlbini qırar. Ancaq öz bacısı Sevərin aktyor olmağını istəyir. Hətta Oktayın bir sözü var ki, mən deyir, gələcəyə ümidim çoxdur, mən deyir, yaratdıqlarımı mən görməsəm də, məndən sonraki şagirdlərim görəcək. İkincisi belədir. İkincisi haqqında sizə geniş bir məlumat düşməyəcək. Baxaq üçüncü hissəyə, sakit. Üçüncü hissədə nədən danışılır? Nadiya bilirik də kimdir? Nadiya Firəngizin köməkçisi də atası ilə bərabər Firəngizgilin evində qalır. Deməli, hadisələr Firəngizgilin evində Aslan bəyin qəbul otağındadır. Aslan bəy kimdir? Bir qısa onun haqqında məlumat verək. Aslan bəy Firəngizin qardaşıdır. Ədəbiyyatımızda Aslan bəyi eyniləşdirə bilərik Anamın kitabı əsərində. Rüstəm bəylə ikisi də rus təhsillidir. İkisi də daxilən, zahirən demokratik görünsələr də, ancaq bunlar, bəli, yəni demokratik deyirlər də, hər hansı bir mənfəəti güdən insanlardır. Aslan bəyin də prava üzvüdür, müəyyən bir yerdə, vəzifədə işi var. Öz ətrafına yaxşı görünmək üçün, yəni ki, cəmiyyətdən təcrid olunmamaq üçün başı çıxmadığı bir şeylərə də, yəni baş qoşur. Nadiya. Deməli, bu hissədə Firəngizlə, ikinci hissədə gördük ki, Firəngizlə Oktay bir-birlərinin sevgisini etiraf edirlər və məktublaşırlar. Bu hissədə də Firəngiz məktubları normalda həmişə sinəsində üstündə saxlayırdı, amma bu dəfə kitabların arasına qoyub və Aslan bəy də o məktubları tapıb.
Baxaq bu hissədən başlayır. Nadia: Axı sən məktubu kitabın arasından necə qoyursan ki, Aslan bəy tapsın? Firəngiz: Ox Nadia, həmişə qoynumda gəzdirirdim. Bircə dünən. Nadia: Hər halda Aslan bəy bu gün Oqtayı çağırtdırmış. Deyir, əgər çağırtdırsam, dediklərim sözlərin hamısını bir-bir Oqtayın üzünə deməlidir. Özü də qapının arxasından qulaq asacaq. Deməli, Oqtaya elə sözlər deməlidir ki, Firəngiz Oqtayın üzünə elə sözlər deməlidir ki, Oqtayın qəlbi ondan qırılmalıdır. Yəni, bu sözləri mütləq Firəngiz ona deməlidir, məktubları tapandan sonra. Firəngiz: Nadia, sən o dəqiqəni görmüş olsaydın, özün də razı olmazdın. Of, dediyim sözlər, hətta onunla əbədi göz yaşlarına belə razı olduğuma söz verdim. İndi onların hamısını danmaq, axı ikinci pərdənin sonunda bir-birlərinə sevgilərini etiraf eləyəndə hər şeyə onunla bir yerdə dözəcəyini demişdi. O qardaşı da ona deyir ki, mən Oqtaya elə deyirsən ki, mənim sənə olan sevgim bir qadının kişiyə olan sevgisi yox, bir qadının aktyora olan sevgisidir də. Yəni sözlərin hamısını geri götürməlisən. Firəngiz buna görə də təəccüblənir, yəni təəssüflənir, pis olur. Nadia: Həyatın coşub düşüncəsi, iradəni ehtirasla təslim etdiyi vaxtlar olur. Belə bir halda sən demişsən, indi anlayır, çəkilirsən. Nadia ona təsəlli verir ki, elə bir an olub ki, bədahətən deyir, sənin daxilindən bu his gəlib, sən o sözləri Oqtaya demisən. Ancaq deyir, indi elədiyin səhvi başa düşmüsən və geri çəkilirsən. Firəngiz: Nadia, mən onu görməzdən, Allahımdan ölüm istərdim. Onun əcizi baxışları altında alçaq bir yalancı kimi qızarmış, səni oynadırdım. Zarafatca dedim, bilməm nələr söyləmək. Axı mən də bir insanam. Axı onun da bir ürək var. Ümumiyyətlə, biz burada görürük ki, qardaşı Firəngizə zorla bu sözləri dizdirmək istəyir. Firəngiz də onun qəlbini qıracağından ehtiyat eləyirdi, amma başqa çarəsi yox idi. Nadia: Sanki hər sözün bir qanun imiş. 5 aydır onu görmürsən. Biz Nadia'nın dilindən görürük ki, 5 aydır bəli, onlar bir-birlərini görmür. 2 kəlmə söylərsən, bir də heç bir zaman ki, o səni görməyəcəkdir. Bu qısa müddət zəhər də olsa, yəni deyir ki, bu qısa müddət zəhər də olsa, sən bu sözləri deməlisən də, onsuz ki 5 ayda bir bizi görmürsünüz, bu sözləri deyəndən sonra, ondan sonra da heç bir zaman görüşməyəsiniz. Firəngiz: Vallah, zəhər tapsaydım içər, bu qədər tərəddüd etməzdim. Nadia: Yaxşı ki, hələ atam bilmir. Deməli, bu hadisələrin heç birindən atasının xəbəri yoxdur. Atası Hacı Zaman qatı müsəlman insandır, onun haqqında da baxaq görək nə deyəcəklər. Yoxsa bizi də bu evdən köçürər, öldürərlər. Məni də, atamı da hamısını öldürərlər. Deməli, Nadia deyir ki, əgər deyir sənin atan bilsə, məni də, atamı da, atası ilə bir yerdə bu evdə qalır, İlqar telefonu yığışdır. İkimizi də deyir öldürərlər. Firəngiz: Axı bunların hamısı ne içindir? Sanki yoxsullarla yaşamaq olmaz. Altunsuz, üzüksüz. Olsa yaxşıdır. Fəqət olmayanda qiyamət olmaz ki. Firəngiz deyir ki, axı deyir bu nəyə lazımdır? İnsan güya deyir kasıb yaşaya bilməz ki. Yəni altının olmasa da, üzüyün olmasa da yaşaya bilərsən. Sonra qayıdır deyir ki, düzdür. Yaxşıdır, nəyə pisdir ki? Yəni altın da olsa, qızıl da olsa, pul da olsa yaxşı olar. Amma olmayanda onsuz da yaşamaq olur da. Firəngiz bunu belə düşünür. Nadia: Onu sən atandan, qardaşından soruş. Firəngiz: Vallahi ürək sevən dünyalardan yaxşıdır. Sanki o Daniyar bəydən əksikdir. Of, mən onunla daha xoşbəxt ola bilərdim. Daniyar bəy kimdir? Upravanın üzvüdür. Firəngizi teatrda görüb və Firəngizə elçi gəlir. Elə həmən gün. Oqtayı bu hissəyə çağırdığı gün. Nadia: Fəqət çarə nədir? Sən yenə bu paltarı dəyişmişsən. Axı qardaşın dedi. Firəngiz: Məni belə görmək istəyirdi. Tikdirdim. Bir daha görüşmədik. Barı bugün son görüşümüzdə. Allah, nə üçün məni qız yaratdın? Deməli, Oqtayın onu görmək istədiyi bir paltar var idi. Demişdi, Firəngiz ona görə də bu paltarı Oqtay üçün tikdirmişdi. Əyninə də Oqtay üçün geyindiyi, tikdirdiyi paltarı geyindi. Nadia ona deyir ki, yenə deyirsən bu paltarı geyinmişsən, get çıxart da bu dəqiqə qardaşın danışacaq. O da deyir ki, bəs son görüşümüzdə heç olmasa məni son görüşümüzdə bu geyimdə görsün. Gülgəz kimdir? Anası, Firəngizin anasıdır. Ay qız, atan gəlir. Bilmirəm bu boynunu Allah sındırmış, yenə nə eşidib. Bir çanaq qanı götürüb başımıza gəzdirir.
Gəl evlərin birində gizlən. Gəldi Nadia gəlin şeylərini tökdü həyətin ortasına. Deməli, artıq xəbəri olub ki, atanın, Hacı Zamanın xəbəri olub ki, qızı tamaşaya, teatra gedir və Nadia da ona kömək olur. Artıq ata gəlib, onsuz ki, həyət evlərində zar-zor qalırdı. Gəlib evlərində Nadia gəlin atası ilə bərabər nə ki əşyaları var, hamısını töküb həyətin ortasına, artıq onları evlərindən qovur. Hacı Zaman, Allaha and olsun, kəfəni sallan boynuma, cahad elərəm, bütün dünyanı qıraram. Firəngiz, getməyəcəyəm, qoy gəlsin bir yolluq öldürsün, qurtulum. Nadia, oy, mən qorxuram, Gülgəz, gəl sən Allah, bizi qana salma, sən axtarır. Firəngizi aparırlar, Hacı Zaman daxil olur. Deməli, Firəngizi Nadia ilə anası tutur qolundan aparır, səhnəyə daxil olur Hacı Zaman və bu nəzik xətlə yazılan hissədə remarka hissəsidir. Hacı Zaman, hanı o? Bəs sən qız olasan, hanı o küçüyün balası? Gülgəz, a kişi, evdə qonaq var, nişan gətirmişlər. Deməli, Daniyar girdə Firəngizə nişan gətiriblər həmən gün. İndi nə olmuş ki, Daniyar bəy Firəngizə nişan gətirib. İndi nə olmuş ki, Allah eləməmişkən, Hacı Zaman, tüfus sənin zatınıza, namussuz balası namussuzlar, 60 yaşım var. İndi gəlin baxaq, ədəbiyyatımızda başqa hansı obrazların 60 yaşı var? Rüstəm bəy, Zəhrə bəyim ana, ana bacı, necə? Olar. Sonra var başqa? Kim idi? Anamın kitabında ana, Zəhrə bəyim ana neçə yaşı var idi? Zəhrə bəyim ana. Qoca bədənçidə. Rüstəm bəyin də 60. Qoca bədənçidə yaşı çox idi. El olardı. Rüstəm bəyin də. Onun 45 yaşı var idi. Aha. 60 yaşı olan bu Müsyo Jordan'dakı Rüstəm bəy. Yaxşı. Mənə bax, Müsyo Jordan'dakı Rüstəm kimdir ki? Şahbazın idi adı. Hatəmxan ağadır o. Bilirsiniz Rüstəm kimdir? Fəxrəddindəki Rüstəm 60 yaşlı. Fəxrəddindəki. Hatəmxan ağa neçə var idi? Elə o da elə yaşlarda olan. Deməli, 60 yaşım var. Adıma güldən ağır bir söz deyilməyib. Aləmə mən gülmüşəm. İndi siz məni biabır edirsiniz. Mənim qızım teatrlara, oyunbazxanalara getsin. Xalq mənə tənə vursun, itin balası it. Dağıdaram beynini. Qanlı Rüstəm kimi hamınızı qıraram. Qanlı Rüstəmdə böyük ehtimal bu Fəxrəddindəki Rüstəmə deyib orada. Qanlı Rüstəm kimi. Rüstəm Zalda var. Rüstəm Zal kim idi? Rüstəm Zal Pəhrivan şeyin atası idi. Türklərdə. Türklərin qəhrəmanıdır Rüstəm Zal. Başqa hansı əsərdə Rüstəm Zalın adı çəkilir? Bəli. Qaraxan deyir ki, biri gəlir elə bir ki, Rüstəm Zaldır. Deməli, Türklərin qəhrəmanına bənzədir burada. Qanlı Rüstəm kimi, bu da deyir ki, Qanlı Rüstəm kimi hamınızı qıraram. Gülgəz. Deməli, bax, görürsünüz qorxaraq. Remarka hissəsində obrazların bu sözü gülərəkmi deyir, həyəcanlımı deyir, qorxaraqmı deyir, təşvişləmi deyir. Yəni, obrazların hansı görkəmdə olduğunu biz remarka hissəsində görürük. Onların duyğularını, hiss və həyəcanlarını. Gülgəz, a kişi, vallah mən yazığın heç bir şeydən xəbəri yoxdur. Hər nə olsa, yenə qardaşı bilər. Qardaşı da kimdir? Aslan bəydir. Hacı Zaman, elə o namussuz qardaş deyilmi mənim başıma bu işləri gətirən? Gəldi dayısı, oxusun. Bir ətək pul qoydum. Sonra əzi gəldi ki, qız da oxusun. Deməli, biz Hacı Zamanın dilindən öyrənirik ki, Aslan bəyi oxudan dayısı olub. Və pulu atası versə də, onun oxumasına israr eləyən dayısı olub. Və Aslan bəy oxuyub bitirəndən sonra gəlib öz bacısını oxudub. Sən də şeytan kimi deyir, girdin mənim qəlbimə ki, bunlar da qəlbimə. Filan kəsin qızı da oxudu, filan oldu. Fit götürdü. 2 tarih kəsə altı da soxdu mənim evimə ki, bunlar da ona tərbiyə versinlər. Deməli, kəsə altı deyəndə 2. Bunlar Nadia ilə Nadia'nın atasını deyir.
Nadia'nın. Nadia'nın atasının. İkisini də deyir, mənim evimə gətirdiniz ki, Firəngizin tərbiyəsi ilə məşğul olsunlar. Az qalıb mənim boynuma deyir, bir dənə bürünc xaç da salasınız. Yəni məni deyir, bu nəsil nəcabət içərisində biabır eləyəsiniz. Gülgəz. A kişi, oxumağın sənə özün deyirsən ki, divan dərədə hörməti var, sözü keçir. Kimin? Aslan bəy. Bəli. Hadi zaman. O kişidir cəhənnəmə. Yoxsa qız xeylağı oxusun da bir abır həya elə. Yoxsa başı açıq gəzmək. Belə də namussuzluq olar. Yox, görünür mən əvvəlki adam deyiləm. Mənim kişiliyim qalmayıb. Bunların hamısının səbəbi sənsən. Mürtədin qızı mürtəd. Hə, o deməkdir. Mürdəşirin qızı. Mürdəşir də bilsə ölüyü yandı. Yəni bu hissədə görürsüz, kobud ifadələrə rast gəlir. Yazıram. Əvvəl o qıraxdırırsan, niyə tən ortada görürsən? Görmür axı, hə, bəlkə onu görə deyirəm də, deyə onu deyirəm. Hacı zaman qaydı deyir. A kişi, yox, Aslan gəlir. Yenə nə olmuş? Evdə qonaq var. Bu nə vur-havurdur? Nə var? Hacı zaman. Zəhrimar var, dərd var, zəqqum var, kafir oğlu kafir. Mənim qızımı Urus evinə soxdunuz. Bəs deyil, indi də qızımın sorağı bir para adamlar kimi qəmə deyənlərdən gəlir. Az qalıb ki, mənim boynuma da bir xat salıb, başıma da bir ləçək bağlayasınız. Aha, indi gəlin bir dənə qəşəng sual verim. Hansı əsərdə deyir ki, mən arvad ləçəyi? Kim deyir? Kim idi? Əhməd. Qaydır deyir ki, arvad ləçəyi deyir, bağlayası deyilik ki biz. Deməli, arvad bir başıma deyir, ləçək bağlayasınız. Rüstəm harada deyir? Deyir ki, mən onu intiqamlı almasam, bu babaq mənə... Arvad ləçəyi olsun, bəli. Rüstəm bəy deyir, Mahmudun. Rüstəm bəy, bəli. Mahmudun yox. Mahmudun qardaşının adı nə idi? Şam. Nə idi? Ramiz. Mahmudun qardaşı təxəlindəki. Kim idi? Qardaşının adı nə idi? Nə idi? R'dı başlığı. Ay bala. Rəşid. Nə olub siz Zöhrə, Ziyadə, Bahar? O vaxt Rusan gibi Rus deyirlər. Əvvəl Ramilə İranlı deyirlər. İl Yaxşı. Aslan bəy qayda deyir ki, bir dənə bu qalıb ki, başıma da deyir, arvad ləçəyi bağlayasınız. Salaram kəfəni boynuma, cahat eləyərəm, qıraram bütün dünyanı. Bunu artıq ikinci dəfə deyir Aslan. İndi nə var ki, teatr fəna bir şey deyil, bir məktəbdir. Bunu qeyd eləyin, yumurlayın. Aslan bəy teatrı məktəb adlandırır birinci dəfə. Xalq oradan ibrət alır. Hətta məsciddən də müqəddəs bir yerdir. Yadınıza salın, deməli, Aslan bəy məktəb bənzədir və hətta onu məsciddən də müqəddəs bir yer olduğunu qeyd eləyir. Hacı zaman, tu sənin deyir zatına, daha sənə sözüm yoxdur. Hacı zaman qatı mühafizəkardır. Dinin dərinliyinə gedən obrazdır. Ədəbiyyatımızda kimlə müqayisə edə bilərsiniz? Eyniləşdirə bilərsiniz daha doğrusu. Anamın kitabındakı Mirzə Məhəmməd Əli ilə, ikinci qardaşla, bəli. İranda təhsil alan Mirzə Məhəmməd Əli ilə. Aslan bəy, bəli, oradakı sözlər axundların sözündən daha yaxşıdır. Xalq görər, adam öldürməz. Deməli, teatrdakı sözləri axundların sözündən daha yaxşı olduğunu qeyd edirik. Biz bura qədər hələ ki Aslan bəy haqqında geniş məlumatımız yoxdur. Ancaq bizdə hələ ki müsbət fikirlər formalaşıb, eləmi? Çünki görürsünüz, teatra yüksək qiymət verir, bacısını atasından gizlin, teatra aparır, görə indi bunun altında nə yatır? Hələ ki biz burada müsbət bir Aslan bəy obraz görürük. Deməli, Aslan, arvad da kişi kimi bir insandır. Biz analarımızı çarşaf içində cəhalətdə saxlamışıq. Aha, görürük, artıq Aslan bəy cəhalətdən danışır. Deyir ki, qadın da deyir kişi kimidir. Biz indiyə qədər deyir analarımızı çarşafın altında cəhalətlə deyir saxlamışıq. Başqa millətlər, deməli öz millətini ikinci müqayisə eləyən obraz Aslan bəy idi. Birinci də Oqtay idi ki, nə deyirdi Oqtay? Biz deyir qabağa, onlar deyir qabağa gedib biz hələ yerimizdə sayırıq.
Bir də axı mən bacımı gizlətsəm, sabah qlava, qubernator və başqaları məni də vəhşi deyərlər, gülərlər. Mən bir qapıdan girə bilmərəm. Deməli, artıq bu cümləsində Aslan bəyin öz mənafeyin üçün bacısını oxutduğunu, bacısını teatra apardığını görürük. Yəni burada artıq hər şey öz mənafeyi üçündür. Hadi zaman. Vay vay, kül mənim başıma. Ey yeri göyü yaradan Pərverdigar, ya məni öldür, bu günləri görməyim, ya da baba, canım gözüm, nə istəyirsən? Sən daha mənim oğlum deyilsən. Verin mənim qızımı, əlini mənim əlimə, mən köçüb gedəcəyim Kərbəlaya. Gedir. Daha mən təngə gəldim. Dinim, məzhəbim getdi, namusum getdi. Gəl yığışdır mənim müxalifatımı. Yəni arvadına deyir ki, gəl deyir mənim əşyalarımı yığışdır. Qızımı da götürüb gedib Kərbəlada köçüb yaşayacağam. Gülgəz. Kərbəla İranlıda. Ay balam, sən də deyirsən Məscud Axund. Bunu bir dil ilə, bir tərəfdən baxanda doğru deyir Aslan. Bütün şəhər məni ağıllı bilir. Çilen seçib. Bircə siz odur da. Qızın gedib heç bir yerdə hörməti olmayan itin birisinə məktub yazır. Deməli, Oqtayı nəzərdə tutur. Oqtaya deyir ki, heç yerdə hörməti olmayan birinə gedib məktub yazır. Gülgəz, sən onu aparmasaydın. Aha, ana da artıq oğlu günahkar edir ki, sən deyir, onu deyir, aparmasaydın teatra. Onu harda görəcəkdi ki? Bəli. Aslan, yaxşı, yenə evdə otur. Qlava falan buradadır. Bu, dikarta paltarı ilə bayra çıxma, ayıbdır. Deməli, müsəlman paltarıdır bu. Qayda deyir ki, bu nədir deyir, müsəlman, ümumiyyətlə orada qadınların bir rus paltarı, bir də müsəlman paltarları olurdu. Dikarka paltarı müsəlman paltarına deyir ki, bu müsəlman paltarı ilə qonaqlarımız var, qlava var, Daniel bəy elçi gəlib, yəni bu paltarlarla çölə çıxma da, gedəyini dəyiş, yəni rus paltarlarını giyin. Müsəlman paltarı deyəndə başı bağlı. Belə normal milli paltarımız. Dikarka. Başını tərpədərək gedir Nadia. Aslan bəy, Firəngiz ağlayır, yalvarır ki, mümkünsə məni onunla görüşdürməsin. Aslan, axı onun bəhanəsini kəsmək üçün əlimdə bir fakt olmalıdır. Siz onu anladın ki, mən Abşestvenli adamam. Sabah bir ziyafət düzəltdim. Bir ziyalı kimi bacım olmalı, əri də olmalıdır. Hansı yaxşıdır? Desəm bacımın əri Radovoy Dvornoyun uprava əzası Международный kommersant Danyar bəy Qalaçıxanov və ya da nə deyim, какой-то bədbəxt ничтожный жалкий razvatnik aktyor ki, yəni heç bir yerdə xeyrə şərə buraxmırlar. İt dəftərində də adı yoxdur. Deməli, Nadia gəlir, deyir ki, Aslan bəy, yəni Firəngiz deyir ki, məni görüşdürməsin. O da qayda deyir ki, mənim əlimdə bir fakt olmalıdır ki, onları ayırım. Mən deyir, bugün sabah deyir, uprava üzvüyəm, adım, sanım, hörmətim var. Bir yerdə bir məclis təşkil eləyəcəm. Bu məclisdə mənim bacım da olacaq, onun əri də olacaq və mən insanlara nə təqdim eləyim? Hansı yaxşı olar? Deyim ki, uprava üzvü, tanınmış adam, hər yerdə hörməti olan Danyar Qaraçıxanov, yoxsa it dəftərində də adı olmayan, aktyor, arvad paltarı giyinən, xeyrə şərə yaramayan Oqtay deyir, hansını deyim deyir, hansı yaxşı olar? Nadia, hamısını demişəm, ancaq sözləri danmaqdan utanır. Aslan, mən onu sürgün elətdirərəm, onu da tapşıraram atasına. Deyir ki, mən Oqtayı sürgün elətdirərəm. Nadia, Firəngizi də atasına verərəm. Nadia, yox, deyir söylərəm, ancaq ona heç bir şey etməsin, özümü öldürərəm. Deyir ki, Oqtayı sürgün eləməsin, mən nə lazımdırsa Oqtaya deyəcəm. Aslan, mən onun üçün pul hazırlamışam, razı salaram. Hər halda özüm qapının arxasında qulaq asacağam. Bir də bugün o gələcək. Danyar bəy də nişan göndərmiş. Stepan Vasilyeviç filan da gəlmiş. Deməli, Stepan Vasilyeviç tanınmış uprava üzvlərindən biridir. Yəni, bunların evlərinə gəlib, sahib gəlib. Siz də nişan, deməli, Nadia rusdur da. Qaydı Nadiadan soruşur ki, sizdə nişan gəlirkən qız özü məclisə gəlirmi? Yəni, ruslarda elə bir adət varmı ki, qıza nişan gələndə qız özü məclisdə iştirak eləyirmi? Gəlirsə söyləyin, o paltarları dəyişib rusları geyinsin. Yəni, bu da müsəlman əynindəki paltarları soyunsun, rus paltarlarını giyinsin, gəlsin. Ayıbdır. Siz özünüz onunla gəlib qaydaları öyrədərsiniz. Nadia gedir, telefon zəngi çalır. Danyar bəy, aha, Stepan Vasilyeviç dedi, buradadılar. Oqtay girir. Deməli, bir tərəfdə nişan gəlib, bir tərəfdə də Aslan bəy Oqtayı çağırtdırıb ki, Firəngizlə üzləşsin və ona bütün dediklərinin hamısını dansın. Gəlirsə, deməli, deyir Danyar bəy,
obşestivli işlərdə sənin üçün böyük aporadır. Hə, dedi ki, Daniyar bəy sənin üstündə müharibə açmışdı ki, Aslan bəy mütləqa seçilməlidir. Deməli, Aslan bəyi vəzifəsində qalxmaq üçün Daniyar bəy ona dəstək olur. Daniyar bəy də əslində yaxşı obraz deyildi. Əsərin sonunda görürük ki, Firəngizin başına nə oyunlar açır. Öldürürəm. Yox, öldürmür. Öləməmsizdir. Firəngiz ölür. Deməli, Daniyar bəy deyir, sənin üstündə müharibə açıb. Deməli, keçmiş, hə, çox razıyam. Axşam sizə ziyafət, yaxşı. Avtomobili göndərərsən, yaxşı, sağ ol. Telefonla danışmasıdır. Biz sadəcə burada Aslan bəyin danışığını görürük. Aslan, oturun. Sizə beli soyuq deyər. Sükut. Deməli, Oqtayla danışır. Çalışırsınız, deyilmi? Deyirlər, çox gözəl işləyirsiniz. Teatr yaxşı şeydir. Deməli, teatrda, deməli, Oqtay gəlir onların evlərinə, Aslanla Oqtayın diyaloq başlayır. Oqtay, vəzifəmiz və bacardığımız budur. Deməli, bu hissədə bəzi sözlər var ki, onları qeyd eləməlisiniz. Birinci hissədə Oqtay nə adlandırır səhnəni? Cəbhə adlandırır da, özünü nə adlandırır? Mübarizə adlandırır. Məktəb, cəbhənin, teatr məktəb adlandıran kim idi? Aslan bəy hətta deyir ki, məsciddən belə müqəddəsdir, bəli. Aslan, nə üçün daha tərəqqi edər Oqtay? Tərəqqi etməmək, yaşamamaq deməkdir. İndilik səhnəmiz gəncdir. Aktyor yox, əsər yox. Hər kəsin köməyi olursa, bir şey yaratmaq olar. Aslan, təbii. Kömək etmək hər kəsin borcudur. Çünki teatr bir məktəbdir. Deməli, ikinci dəfə artıq Aslan bəy teatrı məktəb adlandırır. Oqtay, teatrı bir məktəb, bəlkə də demək olar. Fəqət bu sənət məktəbi kimi daha yüksəkdədir. Nəysə. Deməli, Oqtay da teatrı sənət məbədi adlandırır. Sənət məbədi. Aslan, iş burasındadır ki, mənim əlimə bir məktub keçmiş ki, altında siz imza etmiş və bacıma göndərmişsiniz. Oqtay, bəli, yazmışam. Aslan, o məktubdan görünür ki, güya da o da sizə məktublar yazıbmış. Onları lütfən mənə verərsinizmi? Oqtay, yox. Nə üçün? Çünki nə sizdəndir, nə sizədir. Bəli. Yəni ki, mən sizə niyə məktubu verim ki? Nə siz yazmamısınız, nə də sizə yazılmayıb. Niyə mən bunu sizə verim? Aslan, siz mənim qardaşlıq haqqımı unutmayın. Oqtay, hər halda o haqqınız mənə qarşı deyildir. Yəni, mənim qardaşım deyilsiniz ki, qardaşlıq haqqınız mənə deyil də. Aslan, mən bilirəm ki, ən sonda siz məndən razı qalacaqsınız. Fəqət Aslan düşünürdü ki, ona pul verəcək və o Oqtay da pulu götürəcək və oradan uzaqlaşacaq. Oqtay, məktub yiyəsi Hürriyyət-i Nisvani bir adamın bacısıdır. Deməli, Oqtay deyir ki, məktubu yazan adam hür bir insanın bacısıdır, yəni ali savadlı, təhsilli, savadlı bir insanın bacısıdır. Bu bir. Lüzum görülərsə, özü söyləyə bilər. Bu iki. Deyir, əgər deyir, buna ehtiyac varsa, bəli, Firəngiz gələr mənə bu sözləri özü deyər. Aslan. Hürriyyət-i Nisvan təcrübəsiz bir qızın. Yəni, Aslan qayıdıb bacısını təcrübəsiz adlandırır. Hər halda, mən avamlar kimi tapanca ilə danışmıram. Fəqət bir ziyalı kimi sizi məhkəməyə cəlb edər, Sibirə göndərə bilərəm. Deməli, Aslan bəy onu hədəliyir. Deyir ki, mən sizi Sibirə göndərə bilərəm. Oqtay, məni qorxuda bilməzsiniz. Başqa sözünüz varsa söyləyin. Aslan, qorxmayırsınız, amma gizlədirsiniz. Bu nə deməkdir, Oqtay? Bu deməkdir ki, könüllər sevilərkən dəllallar susmalıdır. Bunu qeyd eləyin, altından xətt çəkin, testlərdə çox qarşınıza çıxan hissədir. Deməli, deyir ki, könüllər sevilərkən dəllallar susmalıdır. Onlara lüzum yoxdur. Aslan, mən təkrar edirəm ki, siz mənə hər şeyi söyləməlisiniz. Oqtay, lüzum görülərsə özü söyləyə bilər. Aslan, nabat yatma. O sizə heç bir şey deməmiş. Siz bir naxal kimi ona rahatlıq vermişsiniz. Yəni deyir ki, o sizə deyir heç bir şey deməyib də. Oqtay, Aslan bəy, mən sizinlə çox görüşməmiş, danışmamışam. Çünki siz böyük adamlar, biz isə zəhmətinə qarşı hər kəsdən təhqir görən zavallı, əxlaqsız aktyorlar. Deməli, testdə bilirsiniz, belə bir sual düşür. Kim onları zavallı və əxlaqsız aktyorlar adlandırır? Oqtay elə özünü zavallı. Hətta burada bir təzədə toxunur. Deyir ki, siz savadlı ziyalılarsınız, biz də hər bir zəhmətə qatlaşan əxlaqsız və zavallı aktyorlarıq.
Fəqət Əxlaqsız niyə deyir, mən zavallı olmayım. çünki birinci səhnədə görürük ki, deyir, anasını Səməd gəlir, deyir ki, arvad paltarı geyinir, deyir, yəni bir kişiyə xas olmayan xarakterlərdir, səhnəyə çıxır. Elə deyirlər də, yəni onlar o dövr üçün elə hesab olunurdu. İndi normal olmağına baxma. Aslan, hər halda bir çinovnik. Deməli, çinovnik nə deməkdir? Aslan qayıdır, özünü belə tərifləmək istəyir ki, hər halda bir çinovnik, yəni bəli, hər halda mən dövlət işində işləyirəm, bunu demək istəyir. Oqtay, şübhəsiz, bu sözlərlə iftixar edə bilərsiniz. Fəqət məncə onun mənası bilirsiniz nədir? Bir heç. Deyir ki, çinovnik nədir? Bir heç. Aslan, mən sabah qubernatora müraciət edər, sizi həbs etdirər, sürgün etdirərəm. Siz məni yaxşı tanıyırsınız. Mən uprava əzası. Başlayır özünü yenə tərifləməyə. Oqtay, mən sabah da söylərəm ki, siz mənim üçün bir məna və əhəmiyyətiniz varsa, o da ancaq bir heç. Nə az, nə çox. Oqtay deyir ki, siz mənim üçün bir heçsiz. Yəni, siz mənim üçün maraqsız, yəni heç bir önəmi olmayan bir insansınız. Aslan, çox gözəl, görərik. Gedə bilərsiniz. Mənim bacım adını çəksəniz, bir də mənim bir bacımın adını çəksəniz, bütün Avropaya dayanır. Oqtay, mən Avropalı deyiləm, olmaq da istəmirəm. İnsan könlü kimsənin qəyyumluğunu qəbul eləməz. Aslan, o sizi tanımaq istəmərkən aldadaraq, yəni deyir ki, bacım deyir, sizi tanımaq istəmir, yəni sizi alladıb, bunu demək istəyir. Oqtay, yalan deyirsiniz. Mən bu sözlərin hamısını deyir, onun özündən eşitmək istəyirəm. Aslan, mən avam, fanatik bir kəndli deyiləm. Fanatik müsəlman olan kim idi? Hacı Zaman bir də Mirzə Məhəmmədəli. Bax, bu sözləri də avam və fanatik bir kəndli deyiləm deyən də Aslan bəydir. Deyir ki, mən deyir, kəndli deyiləm, avan deyiləm, cahil deyiləm. Bir ziyalıyam və buna görə də bacımı sizlə üzbəüz görüşə deyir, çağıra bilərəm. Fəqət sizi qızartmaq istəmirəm. Amma deyir ki, mənim bacım bu sözləri sizin üzünüzə deyəcək. Siz o zaman qızarasınız. Bəli, Oqtay. Kimin daha çox qızaracağı şübhəlidir, Oqtay deyir. Çünki Firəngiz ona ikinci hissədə nə demişdi? Oqtay ona bütün olacaqları hər şeyi ona izah eləsə də, Oqtay demiş, Firəngiz demişdi ki, mən səndən hər şeyi razıyam. Ona görə o Firəngizdən əmin idi. Aslan deyir, çox yaxşı. Gedir, Firəngiz çıxır. Uzun bir sükutdan sonra Oqtay, Firəngiz, söylə yavrum, indi artıq mənim bütün gələcəyim, varlığım, yoxluğum sənə, sənin hər bir sözünə bağlıdır. İndi sən mənim taleyimin hakimisən. Son söz sənindir. Yavrum, söylə. Firəngiz, Oqtay, mən sizi göndərdiyim məktubların lütfən qaytarılmasını rica edirəm. Oqtay, zaten bu cansız kağız parçalarının heç bir əhəmiyyəti yox. Onlarla azad bir könül zorlanmaz. Fəqət nə üçün? Firəngiz, siz mənim sizə qarşı səmimiyyətini başqa cür düşünürsünüz. Oqtay, diksinərək və getdikcə sinirlənərək, artıq yəni təəccüblənir, deyir, bu nə deməkdir? Başqa cürmü? O, başqa cür, nə cür? Firəngiz, mən adətən bir aktyor kimi, bir sənətkar kimi sizi sevirdim. Fəqət bu, kimsəyə heç bir şey üçün haqq verməz. Oqtay artıq əsəbləşir, sinirlənir. Haqq verməz, bəli, bəli. Sonra bir aktyor kimi sevirsiniz, sonra Firəngiz. Siz özünüz deyirdiniz və bilirsiniz ki, Rus aktyorlarına hər gün yüzlərcə qızlar kağız yazır. Bu o demək deyil ki, hamısı onu başqa cür sevir. Oqtay, Firəngiz, axı mənə anlat ki, sən nə, Allah eşqinə anlat. Anlat ki, bu qanlı komediyaların, bu gülünc faciələrin, bu müthiş müəmmaların əsl mənası nədir, nə? Deyir ki, Firəngiz, bu nədir, nə danışırsan, deyir. Bunların, deyir, səbəbi nədir, sən belə danışmağımın səbəbini de mənə. Zavallı ürəkləri telbətel didib parçalayan bu məzun baxışlar, tam 3 il, sanki ilahi bir eşqin gözəlliklərini oxşayan xəyalı mahnılar, sarsılmaz qüvvələri sarsıdan, yorğun qolları qüvvətləndirən bu dadlı ümidlər, bir qızın yanaqlarını öpən, qucam bu məsum qızartılar, bu qızartıları öpən zəif göz yaşları, bu iztirablar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, bir oyuncaq, bir cəhənnəm, hamısı bir aktrisanın səhnədə göstərdiyi süni hərəkətlərdənmi ibarətdir? Biz burada Oqtayın Firəngizlə 3 il
bir sevgili olduğunu Oktayın dilindən öyrənirik. 5 aydır bir-birlərini görmədiklərini Nadia'nın dilindən öyrənirik. Aydındır. Firəngiz. Siz həmişə deyirdiniz ki, orada heç bir şey həqiqət deyil. Sözlər, hərəkətlər, eşqlər, hətta insanlar belə süni olduğunu, hətta özünüz belə göründüyünüz kimi olmadığınız demirdinizmi? Ne üçün bircə mənim sözlərim süni olmasın, həqiqət düşünülsün? Firəngiz deyir ki, siz özünüz mənə başa salmışdınız ki, səhnədəki hər şey sünidir, hər şey yalandır. Oktay, süni, orada hər şey süni, fəqət mənim ürəyim o ki süni deyil. O yüksək bir ideal, böyük pak bir eşqlə çırpınırdı. Fəqət sən canlı bir insanı taxta bir oyuncaq kimi oynatmaq, sevinci yazıq bir ürəyi saxsı bir kukla kimi atıb tutmaq, çamurlara çırpıb tikə-tikə parçalamaq, mənim taleyim, həyatım, gələcəyimlə yırtıcı pələnglər quzularla etdiyi kimi əylənmək, gülmək. Yox, yox, sən o zaman süni deyildin. Ey sənə pərverdigarım, yox, yox, ey kobud və anlaşılmaz sənətkar. Bu gözlər ki, bir barmaq sümüyün arxasından cəhənnəm kimi coşan mənəvi həyatı görmürsə, ne üçün yaratdın? Oh, ne üçün? Mən o zaman Karlın bıçağı ilə bu köksü parçalayıb da həqiqəti kəstirmədim. Həqiqət, həqiqət, ha-ha. And içirəm onun yoxluğuna ki, bu gündən onu axtaracaq, varsa onu tapacağam. İndi bir şey qeyd eləyək, həqiqət axtarışına çıxır Oktay və and içir ki, Firəngiz onu ikna eləyir ki, Firəngiz onu alladıb. Artıq nəyin baş verdiyini Oktay bilmir ki, Firəngiz hansısa bir məcburiyyətdən Oktayı qorumaq üçün bu sözləri ona deyib, yoxsa onu qardaşı sürgün eləyərdi. Və Oktay burada həqiqət axtarışına çıxır. Bəs belə bir sual verim mən sizə ki, başqa hansı əsərimizdə həqiqət axtarışına çıxır? Kim çıxır? Arif. Bəs Arif həqiqət axtarışına çıxır və ona nail ola bilirmi? Ola bilmir. Sonda düşmənə, qatilə çevrilir. Aslan. Məsələ aydındır. Şübhəsiz siz yanılmışsınız. Fəqət unutmayın, gənclikdir. Hər halda xidmətiniz üçün sizi sevirik. Eşitdim, maddi cəhətcə, deməli, pul hazırlayıb Oktaya pul vermək istəyir. Deyir, eşitmişəm ki, maddi cəhətini əziyyət çəkirsiniz, yəni aydın deyə bilmir də, nöqtələri qoyur. Və deyir, alın, deyir, konvertin içərisində ona pul uzadır. Və həmişə də mənim yardımımdan əmin ola bilərsiniz. Mən bir ziyalıyam. Burada aktyor, yəni maddi cəhətdən də əzmək istəyir ki, yəni mən ziyalıyam və mən sənə həmişə maddi cəhətdən dəstək ola bilərəm və siz mənim bacımın da haqlı olduğunu gördünüz. Yəni siz deyir, indiyə qədər yanılmışsınız. Oktay pulları alaraq, bəli, budur səbəb, bu. 30 illik dərsində həndəsədən başqa bir şey öyrənməyən, dilsiz, ağızsız qoyunlar kimi həyata yuvarlanmış, cansız, duyğusuz, bir yığın əski parçalarını tapındıran, yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, 3 ildə 2 söz deməkdən utanan, məsum bir yavrunun qramofonlar kimi söylədən budur da. Burada nə demək istəyir müəllif? Burada deyir ki, Oktay bu sözləri niyə deyir? 3 il ərzində deyir, səsi çıxmır. Yadınızdadır, birinci pərdədə Firəngizlə Nadia Oktayı görməyə gələndə, səhnəyə görməyə gələndə Firəngiz danışa bilmirdi. Nadia onun yanında deyirdi ki, sizə gül gətirib, sizə gül vermək istəyir və deyir ki, Oktay Karlı ruslardan daha yaxşı oynayır. Bunların hamısında əslində Firəngizin sözləri idi. Nadia deyirdi bunları. Və Oktay onda deyir ki, 3 il ərzində səsi çıxmayan Firəngiz bugün qramofon kimi deyir, dil ötür deyir. Firəngiz bu sözləri deyir, axı mən deyir, sənə deyir, bəslədiyim sevgi bir aktyora, teatra olan bir sevgi idi. Burada artıq Oktay bunu müqayisə eləmək istəyir. Aslan onu hədələyir ki, sən deyir, mənə yaraşmır da, mən səni Daniyar bəyə verirəm. Daniyar bəyə verirəm, mənim ailəmə yaraşan budur. Yoxsa deyir, bəli, əgər sən deyir, davam eləsən, mən Oktayı sürgün eləyəcəm. Əslində, düşünən beyinlər, çarpınan ürəklər bunlara satılır. Pula, deyir, Firəngiz də deyir, pula satılıb. Firəngizi bugün deyir, belə qramofonlar kimi danışdıran, 3 il susub, səsi çıxmayan, bugün qramofon kimi danışdıran onu deyir, puldur deyir. Fəqət nə üçün? Bəli, mənim pulum yox, altınım yox. Fəqət bunlara qarşı mənəvi bir varlığım, döyünən ürəyim, yorulmaz qollarım, sarsılmaz qüvvətim var. Mən bir aslan kimi çarpışırkən,
Bir yırtıcı çıxdı da onların hamısını çeynədi, qırdı, tökdü, tapdaladı. Burada Firəngizi deyir ki, Firəngiz gəldi mənim bütün həyatımı əlimdən aldı. Mən sakit səssiz deyir, öz teatrım üçün çalışan bir insan idim. Əslində lap başlarda Firəngizi sevmirdi. Yəni sadəcə onun necə ki Rus qızları hansı qapı? Mənim də istədiyi Deyir ki, artıq burada Oqtay nə qədər hər şeyi danışdıran pulun olduğunu deyir. Mənim deyir pulun olmasa da, mənim deyir mənliyim var, mənim döyünən deyir ürəyim var, yorulmaz qollarım var və sarsılmaz qüvvətim var idi. Halbuki onu deyir bir yırtıcı kimi gəldilər, dağıtdılar bu Firəngizi. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürək ilə nə edəcəyəm, nə? Fəqət yeriyəcəyəm. Həm də qarşımda bir yol qalmış kimi, o da intiqam. İntiqam almaq istəyən obrazlarımız başqa kim idi? Rüstəm bəy də var idi. Rüstəm bəy və onunla başqa bir qarşı cəbhədə olan Mələk xanım da intiqam almaq istəyirdi. Ərinin intiqamını almaq istəyirdi. Başqa kim idi intiqam almaq istəyən? Bəli, Əhməd də intiqam almaq istəyir, Mahmudun intiqamını almaq istəyir. Bir də Rəşidin intiqamını. Qanpolad intiqam almaq istəyir. Yox, intiqamını əslində öz qısasını özü almışdı. Səlma da intiqam almaq istəyir. İsmət intiqam almaq istəyir. Oqtay kimin intiqamını? Oqtay Orxan. Orxan heç kimin intiqamını almır. Orxan Pusuya salmamışdı qanpolad. Pusuya salsa da nəyin intiqamını alır? Heç şey eləməmişdi onlar. Orxandan Murad idi də, mən Ahmet sevməmişdim. Sakit. Bəli, ruhlar hansı əsər idi o? İblis əsərində. Kim idi intiqam istəyən? Xavərin ruhu, bir də Rənanın bəli, Rənanın atası. Rənanın atası. Baba deyəndə əsər türk dilində yazılıb. Yəni baba deyəndə ata nəzərdə tutulur. Aha, deyir ki, mən intiqam alacağam. Aslan Qaydır deyir ki, siz kimdən intiqam alasınız? Oqtay deyir, hər halda intiqam sizdən. Cansız, duyğusuz, varatnikli odun parçalarından olmayacaq. Deməli, Aslan bəy, Oqtay Aslan bəyi varatnikli odun parçası adlandırır. Siz bu intiqam hədəfindən çox aşağıdasınız. Sizdən mühit özü intiqam alacaq. Deyir, siz mənim deyir, intiqam alacağım insan deyilsiniz. Siz mənim intiqam alacağımdan çox deyir, aşağı səviyyədəsiniz. Sizdən mühit, təbiət özü intiqam alacaq. Çünki siz deyir, bir heçsiniz. O evə girəndən başlayır ki, çinovnik heçdir. Siz mənim üçün heç bir kimsiniz. Yəni, burada onun cəsarətli olduğunu da görürük ki, Qaydır ona bir sözləri, ürəyindən keçən sözlərin hər birini deyir. Məqsədiniz mənsəb, diləyiniz pul, işləriniz də özgələrdə meymunlar kimi kobudcasına alınmış bir moda. Fəqət mühit irəliləyir. Çox çəkməz, çox zaman ki, taleyi ilə oynadığınız bu savallı xalq öz əməlpərvər gənclər, səmimi istedadçılar, böyük qəhrəmanlar, mübarizlər yetirəcək. Mühit sizə irəliləyəcək və gərək. Siz əski parçaları kimi işıqlıqda qaranlıq, aydınlıqda kölgələr deyə diri ikən tarixin arxivlərinə çatacaqsınız. Qaydır, biz burada gələcəyə ümidi olan bir Oqtay görürük ki, yəni deyir ki, vaxt gələcək, siz artıq deyir, arxivlərdə qalacaqsınız. Keçmişin qaranlıq səhifələrində qalacaqsınız, Aslan. Siz aydın demirsiniz ki, siz kimdən intiqam alacaqsınız, Oqtay? Kimdən? Özümdən, öz eşqimdən, öz taleyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan intiqam alacağam. Mən o olacağam ki, bundan sonra ola bilməyəcəm. Ola biləcəyəm və olacağım bir səfil. Həm də sadə bir səfil yox, səfillər padişahı. Oqtay özünü səfillər padişahı adlandırır. Budur mənim intiqamım. Deməli, remark hissəsini keçirik. Əlindəki pulları bütün qüvvəti ilə Aslan bəyin üzünə çırpıb, son bir baxışla gözlərini yerə dikmiş Firəngizi süzərək dönüb gedir. Deməli, Aslan bəy ki, ona konvertdə pul uzatmış da, pul başlayır, o Firəngiz haqqında da deyir ki, səni danışdıran puldur, mən intiqamımı alacağım. Ondan sonra Aslan bəyin ona verdiyi pulların hamısını o sifətinə çırpır. Son bir baxışla yenə də deyir, gözlərini aşağı dikən Firəngizə baxır. Nadiyə və Aslan bəy də onların arxasınca çıxır. Firəngiz qapıya yaxınlaşıb dayanır və məhsum baxarkən içəridən oxuyurlar. Mən aşiq neylim sənə, düşübdür meylim sənə. Yox, səs gəlir. Mən dönsəm üzüm dönsün, sən dönsən neylim sənə. Balam ağrını alım. Deməli, burada da şeir parçasından içəridən bir səs gəldiyini görürük. Kimisə dilindən yox. Firəngiz baxır, birdən üzünü örtüb bərkdən ağlayır. Divan üzərinə atılır və bərkdən deyir, boğulacaq qədər ağlayır. Deməli,
bu hissədə də remark hissəsində də Firəngizin Oqtayı yola salandan sonra nə qədər pis olduğunu görürük. Yəni, Dördüncü pərdədə bu əsərin sonunda bu